Hadisə ilə əlaqədar ən son məlumatlar almaq üçün Bakıya bağlanırıq. Əməkdaşımız Ayşə İsəzadə bizimlə canlı bağlantıya qoşulur. Salam Ayşə, hazırda binanın sakinlərinə hansı köməklik göstərilir və ilkin olaraq hansı məlumatlar var? Salam, biz hazırda 5 nömrəli Binəqədi rayon 5 nömrəli polis idarəsinin qarşısındayıq. Burada sakinlər üçün qərargah yaradılıb və hazırda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abtalov burada sakinlərlə görüşür, onların problemlərini özü dinləyir və onu da qeyd edim ki, biz səhər saatlarından yanan binanın qarşısındayıq. İnsanlar mənzillərinə qalxaraq oradan əşyalarını çıxartmağa çalışırlar və Hacıbala Abtalov orada jurnalistlərə açıqlama da verdi, müsahibəsində bildirdi ki, sakinlərə yəni hər bir köməklik göstəriləcək, onlara verilən o 1000 manatdan əlavə kompensasiya da veriləcək və onu da qeyd edim ki, İcra Hakimiyyətinin başçısı onu da qeyd elədi ki, bu Avropa oyunları öncəsi ölkəmizə qarşı bir təxribat da ola bilər. Hələlik bizdən bu qədər, növbəti buraxılışlarımızda ətraflı məlumatlar verəcəyik. Təşəkkür edirəm Ayşə, ətraflı məlumat üçün. Xatırladaq ki, bizimlə canlı bağlantıda əməkdaşımız Ayşə İsəzadə idi.